10 sual testinin 13-cü sınağın izahını verəcəm. Deməli, ilk sualda qeyd olunur ki, beta bucağı böyükdür alfa bucağından, o da böyükdür gamma bucağından olarsa bu ifadəni sadələşdirin. İndi baxıram, beta bucağının qabağındakı tərəf B-dir. Deməli, betanın üstünə B yazmalıyam. Böyükdür. Alfanın qabağında dayanıb A və gammanın qabağında dayanıb C. İndi modul ifadəni sadələşdirəndə nə etmək lazımdır? Moduldan çıxardığında baxıram, hansı böyükdür? Birinci o çıxmalıdır. B və C müqayisə edirəm. B C-dən böyükdür. Olduğu kimi çıxacaq. B çıxılsın C. Üzərinə gəl. C və A-nı müqayisə etsəm, görürəm A daha böyük. Deməli, bunların yeri dəyişəcək. Olacaq A çıxılsın C. Sonra gəlir minus. B və A-nı müqayisə edəndə görürəm B A-dan böyük. Normalda bunu olduğu kimi yazaram, amma qabaqdan mənfi vardı ya burada. İşarə dəyişəcək. Olacaq B üzərinə gəl A. Bu da bərabərdir. Mənfi B ilə müsbət B getdilər. A ikisi də müsbətdir, olacaq 2A. Mənfi C olacaq mənfi 2C. Bu da olur bizim düzgün cavabımız. Sual 2-də. X-in ala biləcəyi tam qiymətlərin cəmini soruşur. Deməli, əvvəlcə eləyəcəyik. AB 2-dir, BC 4-dür, AD 5-dir, CD isə 8-ə bərabərdir. Belə eləyək. Birinci növbədə baxıram mən bu yuxarıdakı rənglənmiş üçbucağa. Burada nə etmək lazımdır? Üçbucaq bərabərsiyini qurmaq lazımdır. Tərəflərin cəmi 4-dən 2-nin cəmi 6 eləyəcək, 4-dən 2-nin fərqi 2 eləyəcək. Burada x-in qiymətləri olacaq 3, 4 və 5. Keçirəm indi aşağıdakı bu yaşılla işarələdiyim üçbucağı. Yenə x ortaya yazıram. 8 ilə 5 toplayıram, 13 yazıram sağ tərəfə. 5, 8-dən 5 çıxıram, buraya yazıram 3-ün. İndi x-in qiymətləri burada olacaq. 4, 5, 6, 7 və s. və s. 13-ə qədər gəldik. 12-də dayanacağıq. Həm bura, həm bura ortaq qiymətlər hansılardır, onları götürməliyəm. Hər ikisində 4 var, hər ikisində 5 var. Ortaq qiymətlər 4 ilə 5-dir. Bunların cəmini soruşur. 4 plus 5 düzgün cavab olacaq 9. Gəldik sual 3-ə. ABC üçbucağında BD tənböləndir. Bucağı çəkək əvvəlcə. A, B, bu da olsun C. BD tənböləndir. AB 18, BC 20, A'dan C'ye 19, CD'ni soruşur. CD'ye x yazıram, onda bura qalacaq 19 çıxılsın x. Tənbölən xassəsinə görə 18 bölünsün 19 çıx x, bərabərdir 20 bölünsün x-ə. Buradan indi rahat olsun deyə 18 ilə 20-ni xisarləsəm 2-yə, 9 və 10 qaldı. Çarpaz vursam, 9x-ə vuranda 9x, onu vurdum 19-a, oldu burada 190. Çıx, 10x-ə vuranda 10x. Mənfi 10x-i sola gətirən toplanır olur 19x. Bərabər 190-a. X də bərabər oldu 10-a. X-i 10 tapdım, yerinə yazıram 10. Məndən elə DC-ni soruşur, cavab elədi 10. Digərini soruşsaydı, 19-dan 10 çıxardım, 9 qalar. Düzgün cavab bizdə 10 oldu. Sonra sual 4-də. Deyir ki, ABC üçbucağında AB bərabərdir 7-yə. Əvvəlcə bir üçbucağı çəkək. Deməli, A, B, C üçbucağında AB 7-dir. BC 15-dir. Soruşur AC tərəfindən ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini tapın deyir. Buranı bilmirəm x-dir. Bir də şərt yazıb ki mənə, buradakı B bucağı, buradakı A bucağından böyükdür. Biz bilirik ki, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf durur. Yəni, B-nin qabağında x var, böyükdür, A-nın qabağında 15 var. X-in qiyməti 15-dən böyük olmalıdır. Ona baxacağıq. Birinci növbədə x ortaya yazırıq. Üçbucaq bərabərsizliyidir. 15 və 7-ni toplayıram, bura 22 yazıram. 15-dən 7 çıxıram, bura 8 yazıram. X-in burada ən böyük qiyməti eləyəcək 21. 21 bu şərti ödəyirmü? Bəli, ödəyir. X-in burada ən kiçik qiyməti 9 olacaq. 9 bu şərti ödəyirmü? Xeyr, ödəmir. Deməli, ən kiçik qiymət olaraq 9-u yox, 15-dən sonra gələn 16-nı götürmək lazımdır. Bu onun ən kiçik qiyməti. Ən kiçik qiymət 16, ən böyük qiymət 21. Bunların cəmini soruşur. 21 plus 16 cavab eləyəcək 37. Sonra sual 5-də. Alfanı tapın deyir. Asan sualdır. 80 bura, 40 bura. Oldu 120. Deməli, 180-ə 120 çıxanda bura qalacaq 60 dərəcə. Bura 60 isə bunun qarşısı da 60-dır. İndi yenə bunları 180 eləməlidir. 70 burada, 60 burada. Oldu 130.
180'den 130 çıxanda alfaya qaldı 50 dərəcə. Düzgün cavab olacaq 50 dərəcə. Sonra sual 6-da görək şəkil var mı bu tərəfdə? Yoxdur. Burada nəsə yazıb görünmür. Yəni girəlim bunu. AC, AD bərabər DC. Hə. Hə. Deyir ki, ABC üçbucağında A, B, C üçbucağında. AY və BD. Deməli, mən A-dan Y-yə bir xətt çəkməliyəm. Bu olsun AY və B, D. Parçaları nəsə nöqtə kəsişir. O nöqtə görünmür. Bizə dəqiqə görüm o nöqtə nədir? O nöqtəsinə kəsişir. O yazıram. O nöqtəsinə kəsişirlər. Deməli, CY ilə bərabərdir BY bir-birinə, AD ilə də DC bir-birinə bərabərdirlər. Falar, bunu göstərirsə, deməli, biz burada medianlardan söhbət gedir. Median nə edirdi? Təpədən başlayaraq 2-nin bir nisbətində bölünürdü. Bura 2x-dirsə, bura 1x-ə bərabər olmalıdır. Bura 2y-dirsə, bura 1y-ə bərabər olmalıdır. Birində A-dan Y-yə 14-dür. A-dan Y-yə düşür 3y. Yazıram onda 3y bərabərdir 14-ə, y bərabərdir 3-də 14-ə. Sonra keçirəm indi nəyə? B-dən D-yə 13-dür. B-dən D-yə 3x-dir. Bu bərabərdir 13-ə. X də bərabərdir 13 bölünsün 3-ə. Bunu tapdım. AB də 10-dur. Bura 10-dursa, perimetr OY deyir. O7 haradır baxaq. Bura O'dur, D'dir, Y-dir. Bunu birləşdirirəm. Baxın, bu üç buzağın bizdən soruşur ki, perimetri nəyə bərabərdir? Məlum məsələdir ki, orta xətt olduğuna görə D və Y nöqtələri onun yarısı 5 eləyəcək. Yəni, bu rənglənmiş üç buzağın perimetrini tapmaqdan ötürü X-i, Y-i və 5-i toplamaq lazımdır. X-in qiyməti 3-də 14, üzərinə gəl, Y-in qiyməti 3-də 13, daha doğrusu yerlərini səhv dedim. X-in qiyməti 3-də 13, Y-in qiyməti 3-də 14. Fərqi yoxdur. Üzərinə gəlinsin 5. Bərabər. Bu eləcə 3-də 27. Üzərinə gəl 5. 3-də 27 də 9 deməkdir. Plus 5 cavab eləyəcək 14. Deyir ki, tərəfləri 5, 6, 8 olan üçbucağın əslində bu sual 6-nın şəklidir. Bura düşüb. Böyük tərəfindən çəkilmiş medianın uzunluğunu tapın deyir. Böyük tərəf hansıdır burada? 8-dir. Onda birbaşa yazıram ki, median bərabərdir 2-də 1, kök altında 2 vurulsun 5-in kvadratı, plus 2 vurulsun 6-nın kvadratı, minus 8-in kvadratı. Hansı tərəfə çəkilirsə, onu ən sonda yazmaq lazımdır. 2-də 1 qaldı. Kök altında 5-in kvadratı 25, 2-yə vurduq 50, 6-nın kvadratı 36, 2-yə vuranda 72, minus 64. Bu da eləyəcək 2-də 1 öz yerində qaldı. Kök altında 58. Cavab oldu bu şəkildə. Sonra sual 8-də x-i tapın deyir. Biz demişdik ki, bu üçbucaqlarda bu küncləri A-nı, B-ni, C-ni toplayanda bizə 130 verməlidir. Yazıram onda 35, üzərinə gəlinsin 65, üzərinə gəlinsin x bərabər olmalıdır 130-a. Bu ikisi burada toplayanda eləyəcək 100, üzərinə gəl x bərabərdir 130-a. X-in də qiyməti buradan tapıram ki, bərabərdir 30-a. Sual 9-da ABC üçbucağında deməli yazıb ki, mənə bu D bucağı 120-dir. Mən görürəm ki, bunlar alfa alfadır. Yəni bir-birinə bərabərdir. 180-dən 120 çıxan 60 qalır. Alfaların hərəsinə 30-30 düşəcək. Burada alfanın yerinə 30 yazanda beta bərabər olacaq 50-yə. Gətirəm betanın üzərində də 50 yazıram. Burada 50-dir, burada 50-dir. Baxıram ki, anda artıq bu C bucağı 30-50, 80 elədi. Bu B bucağı 30-50, 80 elədi. Qamma bucağına qaldı neçə? 80 ilə 80, 160 eləyəcək. Yerdə qaldı 20-si. Deməli, qamma bucağının dərəcə ölçüsü 20-yə bərabər imiş. Sonra sual 10-da. Deyir, perimetri 29-dan kiçikdirsə,
X-in mümkün natural qiymətlərinin cəmini tapın deyir. Əvvəlcə bilmək lazım ki, perimetr nədir? Perimetr bu üçbucağın tərəflərinin cəmidir. Buradakıların hamısını toplayanda x çıxılsın 1, üzərinə gəl 2x, üzərinə gəl x üstə gəl 5. Bu kiçik olmalıdır 29-dan. Bunu hesablasam 3x, bir dənə x orada var, olacaq 4x. Üzərinə gəl 5-dən 1 çıxanda 4, kiçikdir 29-a. 4x kiçikdir 29-dan 4 çıxanda 25 qalacaq. X də kiçikdir 6 tam 4-də 1. Burada x-in qiymətləri ola bilər 1, 2, 3, 4, 5 və 6. İndi hamısını yoxlamaq lazımdır. Birinci x-in yerinə gətirəm, burada 1 yazıram. X bərabər 1 olanda üstbucağın tərəfi 0, 2 və 6 eləyəcək. Tərəf 0 olmayacağına görə 1 ödəmədi. Keçirəm indi x-in yerinə 2 yazıram. 2 yazanda 2-dən 1 çıxanda 1, 2-ni 2-yə vuranda 4, 2-nin üzərinə 5 gələndə 7 elədi. Görək bucaq bərabərsizlik ödənirmi? Bir ortaya yazıram. 7-nin 4 toplayıram, buraya yazıram 11. 7-dən 4 çıxan buraya yazıram 3. 1 heç 3-ün 11-in arasında yerləşərmi? Yox. Deməli, bu da ödəmədi. Üçüncü, x-in yerinə 3 yazıram. 3 yazanda 3-dən 1 çıxanda 2, 2-yə vurdum 6, 3-dən 5, 8. Yenə ortaya 2-ni ataq. Fərqi yoxdur. İstəyirsən 8 at, istəyirsən 6 at. Fərqi yoxdur. Birini atırsan yoxlamaq üçün. 6 ilə 8 topladım 14. 8-dən 2 çıxam 6. 6 ilə 14-ün arasında 2 də yerləşmədiyinə görə 3 də ödəmədi. İndi x-in yerinə 4 yazıram. 4 yazanda birinci tərəf olacaq. 4-dən 1 çıxanda 3. Burada 4 yazanda 2 və 4 8. Burada 4 yazanda 9 eləyəcək. İndi baxıram. 3-ü ortaya atıram. 9-dan 8 eləyəcək burada 17. 9-dan 3-ün çıxanda qalacaq burada nə? 6. 6 ilə 17-nin arasında 3 varmı? Yoxdur. Deməli, mən 4-ü də götürə bilmədim. X-in yerinə gətirək indi 5 yazaq. 5-dən 1 çıxanda 4, 5-i 2-yə vuranda 10, 5 ilə 4-ü toplayanda, daha doğrusu 5 ilə 5 toplayanda yenə 10 elədi. Mən 4-ü düzüm yerinə yazdım. 9, 8, 4-dən 1 çıxanda 3 qalır. 9-dan 8, mən ortaya ilə yazmışam 3-ü. Hə, 9-dan 3-ü çıxanda bura 3 yox, 9-dan 6-ını çıxmalıydım mən. Daha doğrusu 8-ini çıxmalıydım. 9 ilə 8 toplayıb yazdım bura. Hə, bu ödənəcək. 4 ödənəcək. Bunu götürdük. 5 yazandan oldu bəs. 1 çıxanda 4. 5-ə vurur, 2-ə vuranda 10. 5 ilə 5, 10. İndi məsələn 4-ü ortaya yazıram. 10 ilə 10-u toplayıram 20. 10-dan 10 çıxıram 0. Şərt ödənirmi? Bəli, ödənir. Deməli 5-i də götürürəm. 6 yazanda x-in yerinə indi. 6 yazsam. 6-dan 1 çıxanda 5. 6-nı 2-yə vuranda 12. 6 ilə 5-də 11 elədi. Deməli, məsələn, 5-i atıram ortaya. 12 ilə 11-i toplayıram 23. 11-dən 5 çıxıram, qalır burada nə? Daha doğrusu 12-dən 11 çıxıram, qalır burada 1. 1, 5, 23. Ödənirmi? Bəli, ödənir. Deməli, 6-nı da götürə bilərəm. Məndən bu qiymətlərin cəmini soruşur. 4-ü, 5-i və 6-nı toplayıram. Cavab eləyəcək burada 15.